Salam əziz şagirdlər, dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərə frazeoloji birləşmələr mövzusunu izah edəcəyim. İzaha keçməzdən əvvəl videoyu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Başlayaq testimizə. Birinci sual. Hansılar sinonim frazeoloji birləşmələrdir? Adı dildən ilə düşmək, ağızdan ağıza gəzmək, məşhurlaşmaq, tanınmaq deməkdir. Könüldən keçmək, ürək istəmək sinonim frazeoloji birləşmələrdir. Başa düşmək, anlamaq, baş çəkmək, kimisə yoxlamaq, özündən çıxmaq, hissi başına vurmaq, əsəbləşmək, get-gələ salmaq, yubatmaq, xəcalət çəkmək, utanmaq deməkdir. Demək, cavabımız oldu 1, 2, 4 D variantı. İkinci sual. Frazeoloji sinonimləri müəyyən edin. Bel bağlamaq, güvənmək, boynuna atmaq, üstünə götürməmək, gözə gəlmək, nəzərə gəlmək, başa gəlmək, tamam olmaq, əmələ gəlmək mənasındadır. Əldən düşmək, yorulmaq, gözdən düşmək, hörmətdən düşmək, ürəyə düşmək, qorxmaq, gözü götürməmək, paxıllıq etmək, haldan düşmək, nəfəs kəsilmək, yorulmaq deməkdir. İkidə cavabımız oldu E variantı. Üçüncü sual. Hansılar frazeoloji sinonimlərdir? Zəhləsi getmək, acığı gəlmək, yola getmək, bir-birini başa düşmək, yuxusu gəlmək, yatmaq, yazığı gəlmək, ürəyə ağrımaq, canına üşütmə düşmək, qorxmaq, işə düşmək, çətinliklə qarşılaşmaq, vəzdə gəlmək, şövqə gəlmək, həvəslənmək, həsrət qoymaq, istədiyini verməmək, mat qoymaq, təəccüblənmək deməkdir. Demək, cavabımız oldu 3də D variantı. Dördüncü sual. Frazeoloji birləşmələrdən biri aldatma mənasına uyğundur. Deməli, gözü su içməmək, inanmamaq, ələ salmaq, istehza etmək, qaş-qabaq sallamaq, bəyənməmək, baş aparmaq, çox danışıb kimisə yormaq mənasındadır. Gözə külüf vermək, aldatmaq deməkdir. 4də cavabımız oldu E variantı. 5-ci sual. Frazeoloji birləşmələrdən biri sevinmək mənasına uyğundur. Qanad uçub uçmaq, könülləri fəth etmək, kimisə qəlbin qazanmaq, dildən dilə düşmək, məşhurlaşmaq, tanınmaq, könüldən keçmək, ürəyi istəmək, dilotu yemək, çox danışmaq. Cavabımız oldu 5də C variantı. 6-cı sual. Frazeoloji birləşmələrdən biri mürgüləmək mənasına uyğundur. Gözə külüf vermək, aldatmaq, gözünün açısını almaq, yatmaq, mürgüləmək, gözü yol çəkmək, kimisə gözləmək mənasındadır. Gözü kəlləsinə çıxmaq, təəccüblənmək, gözün suyunu axıtmaq, ağlamaq deməkdir. Deməli, cavabımız oldu 6da B variantı. 7-ci sual. Frazeoloji birləşmələrdən birinin sinonim düzgün verilməmişdir. Qırğına girmək, qəlbinə yoltamaq, doğrudur. Ağzına su almaq, ağzına qıfıllamaq, doğrudur. Susmaq mənasındadır. Gözü ayağın altını görmək, göylə getmək, lovğalanmaq, ürəyi qırmaq, kimisə qəlbin qırmaq, ürəyə düşmək, qorxmaq mənasında. Elə 7də cavabımız olacaq D variantı. Dil dötmək, dilotu yemək, susmaq deməkdir. 8-ci sual. Frazeoloji birləşmələrdən birinin sinonimi düzgün verilmişdir. Deməli, ürəyi istəmək, ürəyi qızdırmaq. Ürəyi istəmək, nəyisə bəyənmək, istəmək mənasında, ürəyi qızdırmaq, inanmaq mənasındadır. Bu deyil. Yola düşmək, getmək, əl-ayağa düşmək, təlaşlanmaq, həyəcanlanmaq, yadına düşmək, xatırlamaq, üz axıtmaq, başucalıq gətirmək, qəlbinə yoltama, ürəyini almaq. Cavabımız 8də D variantı olacaq. Dünyadan dördəlli yapışmaq, hər şeydən əlini üzmək, antonim frazeoloji birləşmələrdir. 8də cavabımız oldu D variantı. 9-cu sual. Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Şuşadan turşu suya gedən yol çox mənzərəlidir. Burada frazeoloji birləşmə işlənməyib. İsti yay günlərində hamı dəniz yanına çıxır. Burada da yoxdur. Həmin qazancdan əlini üzmüşdü. Bax, frazeoloji birləşmə budur. Cavabımız 9-da C olacaq. O gözəl girdə sifət gənc bir qız idi. Burada da yoxdur. Rüstəmin ən böyük arzusu ali məktəbə daxil olmalıdır. Burada da yoxdur. 10-cu sual. Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Ehtiyatsızdan çanta əlinə yerə düşdü, düşə bilər. Soyuqdan burnu ucu göynəyirdi. Soyuqdan insan burnu ucu göynəyir. Bu xəbəri eşidəndə Nəriman sanki cin atına mindi, yəni əsəbləşdi mənasındadır. Cavabımız olacaq C variantı. Təzə lüğətdən 3 yeni söz götürmək lazım idi. Qılınc var gücü ilə düşmənin başına endirdi. Burada da frazeoloji birləşmə yoxdur. Onda cavab oldu C variantı. 11-ci sual. Hansı cümlədə frazeoloji birləşmə işlənmişdir? Həyəcandan əllər əsirdi, əl əsəbilər. Valideynlər tez-tez baş çəkirdi, yəni yoxluyurdu. 11-də cavabımız oldu B variantı. Uşağın oynatdığı top yola düşmüş, top yola düşə bilər. Əlindəki hamısı onun başına vurdu. Yəni, nəyisə vura bilər kimisə başına. D-də deyil. O bu sözdən sonra lap əsəbləşdi. Burada da frazeoloji birləşmə yoxdur. 12-ci sual. Cümlələrdən birində altına xətt çəkmiş ifadə frazeoloji birləşmə deyil. Deməli, gözə dəymirdi, frazeoloji birləşmədir. Polad dayaqlar üzrində körpülər quruldu, körpü qurula bilər. Cavabımız olacaq 12-də B variantı.
Dilə gəlmək frazeoloji birləşmədir. Nəzər salmaq, elə o da frazeoloji birləşmədir. Gözdən itdi. Bu da frazeoloji birləşmədir. D, C, E variantları çıxdı. 13-cü sual. Sinonim frazeoloji birləşməni müəyyən edin. Dərdən qabıqdan çıxmaq, gecəsini güncə qatmaq, çox çalışmaq deməkdir. Biri götürərik. Ağlına batmaq, tədbir tökmək. Bu deyil. Dilə gəlmək, başa gəlmək. Bu da deyil. Əldən, ayaqdan düşmək, yorulmaq, nəfəs kəsmək ilə yorulmaq mənasında 4-ü götürərəm. Ələ almaq, canına yayılmaq. Ələ almaq, razı salmaq, canına yayılmaq, ləzzət eləmək mənasındadır. 5-də deyil. Qulaq asmaq, ağzına su alıb oturmaq. Qulaq asmaq, dinləmək, ağzına su alıb oturmaq, susmaq mənasındadır. Cavabımız oldu 13-də 1, 4 A variantı. 14-cü sual. Hansı cümlələrdəki frazeoloji birləşmələr antonimlik təşkil edir? Deməli, Hasan Paşanın bu tətbiq Xotkanın xoşuna gəldi. Deməli, xoşuna gəlmə frazeoloji birləşmədir. Birdən-birə qopan gürültüdən mələk dəhşətə gəldi. Frazeoloji birləşmədir. Taclı qəlbində doğan həyəcandan vəcdə gəldi. Frazeoloji birləşmədir. 5000 qızılbaş hərəkətə gəldi. Bir də Eldan bu etinaslığı İbrahim xanın acığına gəldi. Deməli, bizə deyirdi ki, antonimləri seçin. 1, xoşuna gəlmək, bir də acığına gəlmək. 5-i götürərək, cavabımız olar 14-də A variantı. 15-ci sual. Əsəbləşmək sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı məddədir? Deməli, cin atına minmək, özündən çıxmaz, zənci kimi. Elə cavabımız 15-də A variantı olacaq. Keçin 16-cı suala. Frazeoloji birləşmələrlə bağlı səhv fikri. Tərkibindəki sözlər öz həqiqi mənaya aid məcazi mənada doğrudur. Tərəfləri birlikdə bir leksin məna ifadə edir. Bu da doğrudur. Tərəflərinə ayrı-ayrı sual verilir. Xeyr, cavabımız onluqda C olacaq. Çünki frazeoloji birləşməyə parçalayıb sual vermək olmur. Bütövlükdə bir sual vermək olar. Bütövlükdə cümlənin biz olur. Doğrudur. Nitqdə xüsusi ifadələş məcazilik yadı Y variantda çıxdı. 16-da cavabımız oldu C variantı. 17-ci sual. Frazeoloji birləşmələrlə bağlı səhv fikridir. Yalnız məcazi məna ifadə edir. Doğrudur. Formacı dəyişmir, dəyişir, qrammatik şəkildə qəbul edə bilir. Onda cavab B olacaq. Tərkibindəki sözlər öz həqiqi mənada məcazi mənada işlənir. Doğrudur. Əsas vasitə tərəfi olmur. Bəli. Nitqdə xüsusi məcazlı ifadələr gəlir. Bəli. 18-ci sual. Biri amonim frazeoloji birləşmə hesab oluna bilməz. Deməli, cavabımız elə A variantı olacaq. Dilot yemək bir mənası var. Bu da çox danışmalıdır. Can vermək, bir ölmək mənasında, ölüm ayağında olmaq. Bir də var ki, Allah təbiətə can verdi. Yəni, canlandırdı mənasındadır. Amonimdir. Başa vurmaq, etdiklərin başına vurdu. Minnət mənasında. Bir də var, kitabı başa vurdum. Yəni, sonlandırdım, tamamladım. Ürəyi yanmaq, yazğı gəlmək mənasında. Bir də susluqdan ürəyi yanır. Sustayıb yəni. D variantda çıxdı. Üz vermək, üz verib asta istəmək. Bir də var, üz vermək, hadisə üz verdi, baş verdi mənasında E variantda çıxdı. 18-də cavabımız olacaq A variantı. 19-cu sual. Biri amonim frazeoloji birləşmə hesab oluna bilər. Əldən düşmək, yorulmaq mənasında bir mənası var. Elə cavabımız B olacaq. Başa vurmaq, etdiklərim başına vurdum, minnət elədim mənasında. Bir də var, kitabı başa vurdum, sonlandırdım, tamamladım. Gözdən düşmə, frazeoloji birləşmə amonimi yoxdur, xoş gəlməyində amonimi yoxdur. 19-da cavabımız oldu B variantı. 20-ci sual. Biri frazeoloji birləşmənin həm özü, həm onun sinonimi, həm də antonimi hansı sıradadır? Demək, can almaq, öldürmək, deyilmək. Bunlar frazeoloji birləşmə deyil. A variantı çıxdı. Boğaza yığılmaq, təngə gəlmək, cana doymaq. Üçü də sinonimdir bir-biri ilə. Təngə gəlmək, cana doymaq, bezmək, can vermək ümumiyyətlə əlaqəsi yoxdur bunun. Ölmək mənasındadır və yaxud da dirilmək. C variantda çıxdı. Baş sındırmaq, ölçüb biçmək və düşünüb daşımaq frazeoloji birləşmə deyil. Cana doymaq, boğaza yığılmaq sinonim, ləzzət almaq isə antonimidir. 20-də cavabımız olacaq. E variantı. 21-ci sual. Biri frazeoloji birləşmənin həm özü, həm onun sinonimi və antonimi hansı sıradadır? Zəhləsi getmək, acığı gəlmək, gözə gəlmək əlaqəsi yoxdur. A variantı çıxdı. Burnunu sallamaq, qaş qabağı yer süpmək, sevinmək də frazeoloji birləşmə deyil. B variantı çıxdı. Söz vermək, vəd vermək, yola vermək əlaqəsi yoxdur. Yola verməyin, amma sinonimdir. Bunlar C variantı çıxdı. Çiçəyə çıtlamaq, keyfi açılmaq, qəm dəryasına batmaq. Deməli, cavabımız olacaq D variantı. Çünki çiçəyə çıtlamaq, keyfi açılmaq, sevinmək, qəm dəryasına qəmlənməkdir. Cana gəlmək, can vermək, yola düşmək. Bunun da əlaqəsi yoxdur. E variantda çıxdı.
22-ci sual. Frazeoloji birləşmələrlə bağlı səhv fikir müəyyən edin. Əl etmək, anadan olma ifadə frazeoloji birləşmə deyil, doğrudur. Könlünə yatmaq, xoşuna gəlmək frazeoloji birləşmə sinonimdir. Deməli, könlünə yatdı, xoşuna, bəli, doğrudur. Qəlbinə dəymək, könlünü almaq frazeoloji birləşmə antonim. Deməli, qəlbinə dəydim, könlünü aldım. Bəli, antonimdir. Dərdə düşmək yalnız sabit, yola düşmək həm sabit, həm də sərbəst birləşmə kimi işlənə bilər. Dərdə düşmək yalnız sabit, yəni frazeoloji birləşmə kimi işlənir. Doğrudur, yalnız frazeoloji birləşmə kimi. Yola düşmək, top yola düşdü. Buna sərbəst söz birləşməsi deyilir. Bir də var ki, qatar yola düşdü. Burada isə frazeoloji birləşmə, yəni sabit söz birləşməsidir. Bu da doğrudur. Duman çəkildi, yağış kəsdi ifadə frazeoloji birləşmədir. Deməli, ümumiyyətlə, bu çəkildi, kəsdi, bu məcazi mənalı feillərdir. Yəni, insan hərəkətləri, insan ait xüsusiyyətlər bir növ cansız əşyaların üzərində köçürülə bilir. Metafor da götürür bu kimi, belə deyək, sözlər. İkincidə camımız olacaq. Variantı çünki təhlil eləmək olar. Çəkildi, nə? Duman. Mübtəda və xəbər. Frazeoloji birləşməni təhlil etmək olmurdu. Parçalayıb təhlil etmək olmurdu. 23-cü sual. Frazeoloji birləşmələrlə bağlı səhv fikir müəyyən edin. Könlünə toxunmaq və qəlbinə dəymək sinonim frazeoloji birləşmədir. Doğrudur. Qaş qabağı yeri süpürmək, bikef olmaq sinonim frazeoloji birləşməlidir. Xeyr, 23-də cavabımız olacaq. B variantı çünki olmaq, etmək, bilmək frazeoloji birləşməyə sayılmırdı. Dərdə düşmək, çiçəyə çıtlamaq anton frazeoloji birləşməlidir. Bəli, biri sevinməkdir, biri isə qəmlənməkdir. C variantı çıxdı. Anadan olma, doğulma frazeoloji birləşmə sinonim sayılmaz. Doğrudur. Günəş doğdu, gün batdı ifadə frazeoloji birləşmələr deyil. Bəli. Yenə də dedik, bu kimi doğdu, nə etdi, nə günəş, mübtəda xəbər, gün batdı, nə etdi, batdı gün. 24-cü sual. Bəndlərdən birində amonimli olan frazeoloji birləşmə işlənmişdir. Vahid uşağı yanına alıb oynadır. Dilə tutub yatırmaq istəyirdi. Demək, dilə tutmaq frazeoloji birləşmədə, amma amonim deyil. Bəs sən niyə belə əl-ayağa düşmürsən? Bu da frazeoloji birləşmədə amonim deyil. Rejissorun Oqtayı gözü götürmür. Frazeoloji birləşmədir, amma amonim deyil. Gəlib ona rəqib olacağından qorxur. Burada da başqa yoxdur. Vurdu başa öz ömrünün min qəmdə nizamı. Deməli, başa vurmaq demişdi ki, frazeoloji birləşmədir. Sinonim, amonim olan. Çünki bir etdiklərim kimsə başına vurdu. Bir də var ki, kitabı başa vurdu. Yəni, tamamladı. Cavabımız olacaq 24-də D variantı. Azda keçmək iki altın ayağı səs gücüdən Gülnazın qulağına dəydi. Burada amonim frazeoloji birləşmə yoxdur. 25-ci sual. Sənəy şeirlərində xalqa can verən şair, yəni dirildən şair, sənəy dünən kimsədir, təkcə can verən şair, yəni ölən şair. İşarəmiş ifadə haqqındakı fikirlərdən yanlış olan hansıdır? Hər cümlədə sözlər ilkin leksik məna itirib, bəli, frazeoloji birləşmə olduğu üçün ilkin leksik məna itiriblər. Amonim frazeoloji birləşmə doğrudur, məcazi məna daşıyır, doğrudur. İkinci misrada can verən frazeoloji birləşmə antonim dünyaya göz açandır. Deməli, ölən, dünyaya göz açan, yəni doğulan deməkdir, doğrudur. Birinci misradakının sinonimi dirildən sözüdür. Frazeoloji birləşmənin sinonimi frazeoloji birləşmə olmalıdır. Dirildən isə frazeoloji birləşmə deyil. 25-də camımız olacaq. E variantı. 26-cı sual. Can deyib can eşitmək ifadəsinin leksik mənayla bağlı səhvi müəyyən edin. Can deyib can eşitmək mehriban olmaq deməkdir. Xoşa gəlmək ifadəsi sinonimdir. Camımız 26-da A olacaq. Frazeoloji birləşmələr doğrudur. Təkmillə sözlər məcazi məna daşıyır, doğrudur. Frazeoloji antonim kölgəsinə qılıncamaq deməkdir. Mehriban olmaq mənasındadır, doğrudur. 26-da cavabımız oldu. A variantı. 27-ci sual. Dərdən qabdan çıxmaq ifadəsinin leksik mənası ilə bağlı səhvi müəyyən edin. Dərdən qabdan çıxmaq, çox çalışmaq, əziyyət çəkmək mənasındadır. Frazeoloji antonimi əlini ağdan qaraya vurmamaqdır, doğrudur. Yəni əziyyət çəkməməkdir. B variantına baxaq. Frazeoloji birləşmə doğrudur. Tərkibli sözlər məcazi məna daşıyır, doğrudur. Çox çalışma mənasındadır. Özündən çıxma ifadəsi ilə sinonimdir. Özündən çıxmaq əsəbiləşmə mənasındadır. 27-də cavabımız olacaq. E variantı. 28-ci sual. Hansı cümlədə amonimli olan sabit söz birləşməsi işlənib? Deməli, frazeoloji birləşmə istəyir bizdən amonim olan. Qılınclar, nizələr keçdi döşündən, cəllada can verdi dilində vətən. Deməli, can verdi amonim frazeoloji birləşmədir. Biri götürərik. Mən 2 gündür Novruz bəyə söz vermişəm. Bir toyda söz vermək kiməsə. Bir də var söz vermək, vəd vermək. Amonim frazeoloji birləşmədir. İkini də götürərəm. Al yaşıl geyinib durma qarşımda, yayın bəd nəzərdən göz dəyər sənə.
Frazeoloji birləşmədə, amma amonim deyil. 3-ü çıxdı. Sarban dəqiq cavab vermir, dilini sürüyürdü. Frazeoloji birləşmədir, amma amonim deyil. 4-də çıxdıq. Üz vermə nadana, sir vermə pisə. Axır qəlbin ya inciyə, ya küsə. Üz vermək. Üz verdim, asta istədim. Bir də var, hər hansı bir hadisə üz verdi, yəni baş verdi. Amonim frazeoloji birləşmədə 5-i də ötürərdim. Cavabımız oldu 1, 2, 5. B variantı. 29-cu sual. Bir-birinin sinonimi frazeoloji birləşmədir. Deməli, cana doymaq, bezmək mənasında, can almaq, bir öldürmək mənasına gəlir, can vermək, ölmək və yaxud da dirilmək mənalarında 3-ü çıxdı. Boğaza yığılmaq, bezmək, təngə gəlmək, bezmək. Canımız olacaq elə 1, 4, bir də 6. Can qoymaq, yəni əziyyət çəkmək mənasındadır. 5-də çıxdıq. 30-cu sual. Bir-birinin sinonim olan frazeoloji birləşmədir. Cin atına minmək, əsəbləşmək, zəncir çeynəmək. Eyni mənadadır. Can qoymaq, əziyyət çəkmək, boğaza yığılmaq, bezmək, boynundan atmaq, üstündən atmaq mənasındadır. Özündən çıxmaq, əsəbləşmək deməkdir. Canımız olacaq 1, 2, bir də 6. 31-ci sual. Hansı cümlələrdə frazeoloji birləşmə cümlənin baş cümlələrində işlənib? Gözün açısını almaq onun adəti idi. Onun adəti idi. Nə? Gözün açısını almaq. Biri götürərəm. Mübtəda yerində işlənib. O rəisin otağından çıxanda qaşqabağa yer süpürürdü. Qaşqabağa yer süpürürdü. Xəbər. İkini götürərəm. Ağlım kəsməyən işləri etmərəm. Etmərəm, yəni yerinə yetirmərəm. Nəyi işləri tamamlıq kimi. Bir dəqiqə. Ağlım kəsməyən işləri, hansı işləri? Burada təyin kimi işlənib. 3-ü çıxaram. Qatan yola düşməsinə az qalmışdı. Burada tamamlıq kimi işlənib. 4-də çıxaram. Özündən çıxmaq sənə yaraşmaz. Nə etmək yaraşmaz? Kimə, sənə. Tamamlıq. Nə? Özündən çıxmaq. 5 mübtəda kimi işlənib. Deməli, cavabımız oldu 1, 2, bir də 5. 32-ci sual. Sözlərin mənalarına uyğun olan frazeoloji birləşmə müəyyən edin. İnad etmək, məhv etmək, çaşıb qalmaq, külüncünü göyə sovurmaq. Külünü göyə sovurmaq, deməli, məhv etmək, 2-yə A. Kələfin ucunu itirmək, çaşıb qalmaq, 3-ə B. 2 ayağını bir başmağa dirəmək, inad etmək. Ağzına sual oturmaq, susmaq, ümumiyyətlə bu variant, bu testə aid deyil. Axırına çıxmaq, məhv etmək, 2-də də E. Deməli, 1-ə C, 2-yə A, E, 3-ə də B. 30-cu sual. Cümlələrdəki frazeoloji birləşmələrin antonimlərinin ardıcılığını müəyyənləşdirin. İncidəndə gərək könlünü almaq da bacarasan. Deməli, könlünü almaq. Bunlara yer durmaq hər adamın işi deyil, yer durmaq. İşin ağırlığını görən kimi yaxasını kənara çəkdi, yaxasını kənara çəkdi. İşin həll olduğunu görəndə kefi duruldu. Deməli, könlünü almağı da bacarasan. Könlünü almağın antonimi xəttinə dəymək. 3-ü götürərəm. Sonra yiyə durmaq, boynundan atmaq. 2. Xəttinə dəymək. Bizə dəqiqə yaxasını kənara çəkdi. Boynuna götürdü. 4. Bir də kefi duruldu, qanı qaraldı. 1. Deməli, cavabımız oldu 3, 2, 4, 1. 34-cü sual. Cümlədəki frazeoloji birləşmənin antonimləri ardıcılığını müəyyənləşdirin. Deməli, gərək küçük olanın könlünü oxşayasan. İşin həllini kimsə boynuna almalıdır. Boynuna almalıdır. Ağzına su alıb otururdu. Dostlarını görəndə kefi açıldı. Deməli, könlünü oxşayasan. Xəttinə dəymək. 3. Sonra boynunu almalıdır. Yaxasını kənara çək. Bir dəqiqə. Yaxasını kənara çəkmək 2. Sonra ağzına su alıb oturdu. Dilotu yemək, yəni susmaq, dilotu yemək, danışmaq. 4. Bir də kefi açıldı, qanı qaraldı. 1. Deməli, cavabımız oldu 3, 2, 4, 1. Bugünlük bu qədər. Gələn görüşlərədək sağ olun.